Bakının Yeni Ramana qəsəbəsində Şuşa şəhərciyi və Sovxoz Ramana adlanan ərazilərdə torpaq qiymətlərində nəzərə çarpan ucuzlaşma müşahidə olunur. Xəbər zolağı az xəbər verir ki, qiymətlərin düşməsinin əsas səbəbi satışa çıxarılan torpaq sahələrinin çoxunun kənd təsərrüfatı təyinatlı olmasıdır. Qanunvericiliyə görə bu tip torpaqlarda ev və ya kommersiya obyektləri tikmək qadağandır. Bu səbəbdən torpaq alan şəxslər orada tikinti apara bilmir. Tikinti aparanlar isə qaz, su və işıq kimi kommunal xətləri çəkməyə çətinlik çəkirlər. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində nəzarətin son illərində güclənməsi yeni evlərin insasını mümkünsüz edir. Bu məhdudiyyətlər torpaq sahələrinin bazar dəyərinə birbaşa təsir edir və qiymətlərin kəskin şəkildə azalmasına gətirib çıxarır. Hazırda Şuşa şəhərciyinin bəzi ərazilərində torpağın bir sotu alıcılara 2000-2500 manata təklif olunur. Bir yarım əvvəl isə qiymətlər 4000-5000 manat arasında dəyişirdi. Kənd təsərrüfatı təyinatlı torpaqlara maraq əsasən əkinçilik və təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Ətraflı qəsəbələrdə isə belə fəaliyyət rentabelli sayılmır. Mütəxəssislər hesab edirlər ki, əgər gələcəkdə qanunvericilikdə dəyişiklik etməklə bu torpaqların təyinatı dəyişdirilsə, qiymətlər yenidən bahalaşacaq.